Bilirəm ki, Qurban müəllimlə neçə illərdir işləmirsən, istər-istəməz məşqçi kimi sənin həyatında çox böyük rol olub bu günləri. Fikir bilmək istəyirəm ki, sən işləmirsən hansı məşqçilərlə, məsələn, kimdə nə öyrənmirsən və ümumiyyətlə hansı məşqçi ilə gələcəkdə işləmək istəyərdin? Guardiolası var, Kloppu var, gör kimləri var yəni gələcəkdə. Ümumiyyətlə Qurban müəllimlə danışsaq, məncə biz sənlə burada o sabaha kimi qalsaq da bəlkə bəs eləməz. O insan yəni bugün nə eləyirəmsə və inşallah da Allah belə deyim utandırmasın. Yəni gələcəkdə də nə eləsəm də, yəni bu ilk öncə onun əməyidir. Mən heç vaxt dayanmayacağam bunu. Mənim futbolçu kimi, insan kimi formalaşmağımda çox böyük rol olub. Hardasa nəsə diqqətlə danışıramsa da, o yəni beynimin bir tərəfində var ki, yəni hocam baxır mənə. Kənardan biraz diqqətli danış. Çünki normalda mənim demək istədiyim bir şey başqadır. Amma belə deyək, mənim hocam həmişə deyirdi ki, səbirli olmağa çalış, fikirlərdə. Səbirli də. Hə, ona görə biraz bəzi məqamlarda çalışıram, diqqətli fikirlər bildirim, hətta müsahibələrdə belə. Yəni bu bir tərəfdir, yəni insan kimi formalaşmada. Futbolçu kimi də yəni mən bugün əgər bir neçə pozisiyada oynaya bilirəmsə, bu onun əməyidir. Qurban müəllim futbol baxımından biraz qeyri-adi adamdır. İşinə çox, mən ikinci belə ciddi yanaşan adam görməmişəm. Yəni komanda deyək ki, günorta 2-də yığılırsa, səhər 11-də, 12-də gələr, artıq analiz eləməyə başlayır. Gecə baxırsan ki, bəzən elə olurdu ki, məsəl üçün, mən əgər bazadan ən axırıncı çıxıramsa, belə baxıram ki, maşın hələ də oradadır. Yuxarıda yəqin ki, oturur, yenə analiz edir, rəqibə baxır və s. Yəni işini, gücünü ancaq peşəkardır da. Çox peşəkardır və futbolçu kimi də peşəkar olur. Və futbolçudan istəyəndə o peşəkarlığı, futbolçu artıq heç nə deyə bilmirsən ona. Əlbəttə ki, həqiqətən də elədir.